Yaqub Peyğəmbər. Yaqubun atası İshaq qocalıb əldən düşmüşdü. Bir gün Yaqub atasının yanına gəlib dedi, "Atacan, qardaşım Eysu məni incidir. Onun hədə qorxusundan qaçıb sənə pənah gətirmişəm. O zamandan ki, sən Allaha dua eləyib mənə var dövlət, saadətlə dolu həyat, pak nəsil arzulamısan. Eysu paxıllığımı çəkir. Tənəli, tikanlı sözlər deyərək ürəyimi yaralayır. İş o yerə çatıb ki, aramızdakı keçmiş dostluq tamam unudulmuş, qardaşlıq məhəbbətindən əsər əlamət qalmayıb. Bundan əlavə o, Kənandan gətirdiyi 2 arvadı ilə qürrələnərək mənə deyir, tezliklə o arvadlardan 2 oğlum olacaq. Onlar sənin gününü qara eləyəcəklər. İndi bu şikayətlə huzuruna gəlmişəm ki, Allahın sənə bəxş etdiyi hikmətlə, ağılla mənə bir yol göstərəsən." İshaq, 2 qardaş arasındakı münasibətin belə pisləşməsindən çox qəmgin olub Yaquba dedi, "Əziz oğlum, ağ saçlarımdan, qırışlı alnımdan, əyilmiş qəddimdən, titriyən ayaqlarımdan da görünür ki, mən qocalıb əldən düşmüşəm. Gücüm tükənib, həyatla vidalaşmaq çağım gəlib çatıb. Çox çəkməyəcək ki, ölüm məni haqlayacaq, bu dünyadan köçəcəyəm. Qorxuram ki, mənim vəfatımdan sonra qardaşının kin-küdurəti arta, sənlə mübarizəyə qalxa. O, qohumlarının gücünə, qüdrətinə arxalanır, arvadlarının qohumlarına güvənir. Mən çıxış yolunu onda görürəm ki, sən bu torpaqdan köçüb, Fətdan Aram şəhərinə gedəsən. Orada dayın Laban İbni Bətulu tapıb, onun qızlarından biri ilə evlənəsən. Bu yolla bərəkət, xoşbəxtlik tapdıqdan sonra rahatca öz şəhərinə qaydasan. Mən ümid eləyirəm ki, sənin həyatın qardaşının həyatından daha xoş keçəcək. Sənə onun nəslindən daha pak, təmiz nəsil qismət olacaq. Allah səni öz himayəsi altında saxlayacaq." Qoca atanın sözləri cavan Yaqubun yaralı ürəyinə, dərdli qəlbinə məlhəm oldu. O, atasının nəsiyyətlərindən arxayın olub təskinlik tapdı. Yaqub göz yaşları töküb ata-anası ilə vidalaşdı. Onlar da Yaqubu xeyir-dua ilə yola saldılar. Yaqub səhraya üz tutub gecə-gündüz yol getdi. Dərəli-təpəli uzun yollar keçdi. Bütün yol boyu dayısının surəti onun gözləri önündə canlanır, atasının sözləri qulağında səslənirdi. Bərk yorulduğu anlarda, hövsələsi daralanda, gələcək arzularını, intizarında olduğu xoşbaxt həyatı göz önünə gətirir, dərhal yorğunluğu çıxırdı. Yol ona asan gəlirdi. Bir gün səhrada isti külək əsdi, şiddətli tufan qopdu. Sonra günəş yandırıb yaxmağa başladı və Yaqub yolundan qaldı. Qabaqda göz işlədikcə uzanan qumlu səhra görünürdü. Abadlıqdan, tikilidən əsər əlamət yox idi. Yaqub kədərləndi, keçmişin əzabı, gələcəyin qəmi onu sıxdı. Bir müddət bilmədi ki, əziyyətini yerə vurmayıb yoluna davam eləsin, yoxsa bu səfərin xeyrindən vaz keçsin, canında qalan gücünü toplayıb, özünü ata-anasının yanına yetirsin. Yaqub bu fikirdeykən, birdən gözləri qabaqdakı bir qayaya sataşdı. Onun azacıq kölgəsi var idi. Yaqub qayanın kölgəsində dincəlmək, günəşin istisindən daldalanmaq niyyəti ilə irəli getdi. Qayaya söykənən kimi onu yuxu tutdu. Elə bir yuxu gördü ki, onun təsirindən qəlbi işıqlandı. Yaxın günlərdə arzularının həyata keçəcəyinə inandı. Yaqubun ürəyi ata-baba yurdunun həsrəti və sevgilisinin xəyalı ilə döyünməyə başladı. Görüş şövqü ilə yeni qüvvə toplamış Yaqub inamla yoluna davam elədi. Nəhayət,
gəlib bir şəhərə yaxınlaşdı. O əmin oldu ki, səhv eləmir, bu elə onun axtardığı şəhərdir. Budur, qoyun sürüləri otlağa gedir, quşlar bağlara tərəf uçurlar, çobanların hay-küyü, ney səsi Yaqubun qulağına yetişdi. Bütün bunlar yorulub əldən düşmüş Yaqubun qızmar günəşin isti səhranın əzabından qurtardığını xəbər verirdi. Budur, Yaqub İbrahimin vətəninə, ona peyğəmbərlik verildiyi yerə, şəriətin ocağına gəlib çıxıb, ürəyində bəslədiyi arzusuna çatıb, dayısı Labanın ümid ağacının kölgəsindədir. Bütün bunları duyan Yaqub, onu məqsədinə çatdırdığı üçün ilahi dərgahına şükürlər elədi. Yaqub Alaqapıdan şəhərə daxil olub, xoş sifətlə, mülayim bir tərzdə ötənlərdən soruşdu, siz Laban ibn Bətulu tanıyırsınız? Dedilər, əlbəttə tanıyırıq. İshaq Peyğəmbərin qaynını kim tanımır ki? O öz nəslinin böyüyü, tayfasının başçısıdır. Çöldəki qoyun sürüsü onundur. Yaqub dedi, olarmı ki sizlərdən biri məni onun evinə apara? Dedilər, odur. Labanın qızı Rahil qoyunlarla üzü bəri gəlir. Yaqub onlar göstərən tərəfə baxdı və ürək ovlayan, yaraşıqlı, boybuxunlu bir gözəl qız gördü. Bu mənzərənin tamaşasından Yaqubun ürəyi şiddətlə döyünməyə başladı. Hiss elədi ki, dili söz tutmur. Bir təhər iradəsini toplayıb, özünü ələ aldı və yavaş-yavaş ona tərəf addımlayıb dedi, mən sənin yaxın qohumunun, sənə kölgə salan ağacın bir budağıyam. Sənin təravət aldığın çeşmənin gözündənəm, İshaq Peyğəmbərin oğlu Yaqubam. Anam Rüfəqə sənin bibindir. Mən Kənan torpağından çıxıb, o qızmar, üzücü səhranı keçib bura gəlmişəm ki, Labanla görüşəm, onunla mühüm bir iş barədə söhbət eləyəm. Rahil gözünün ucu ilə Yaquba baxıb, şirin dillə xoş gəlmisən dedi və onunla birgə evlərinə tərəf yola düzəldi. Yaqub yol boyu hiss elədi ki, ürəyi bərk narahatdır, sinəsində quş kimi çırpınır. O bilmirdi ki, bu sıxıntısı, ürək döyüntüsü Rahillə görüşün nəticəsidir, yoxsa qəriblik hissləri qarşıdakı mühüm işlə bağlıdır. Axı o, Rahilin xatirinə bu üzücü, qorxulu yolu arxada qoymuşdu. Bəlkə də Yaqubun ruhundakı bu təlatümü doğuran hər iki amil idi. Yaqub birazdan dayısı Labanın hüzuruna çatdı. Laban Yaqubu görəcək bağrına bastı, hər iki gözündən yaş axıtdı. Onu böyük məhəbbətlə, mehribanlıqla qarşıladı. Yaqub atasının tövsiyəsini və bura necə gəlib çıxdığını Labana danışdıqdan sonra Rahillə evlənmək arzusunda olduğunu, ona ürəkdən vurulduğunu bildirdi. Laban onu diqqətlə dinlədikdən sonra dedi, gözüm üstə, nə istəsən, onu eləyəcəm və çalışacağam ki, səni arzuna çatdıram. Amma bir şərtlə ki, gərək 7 il yanımda qalıb, qoyunlarımı otarasan. Sənin bu xidmətin Rahilin başlığı olacaq. Bütün bu müddətdə mənim məhəbbətim, nəzərim sənin üstündən əskik olmayacaq. Yaqub bu şərti qəbul edib xidmətə başladı. O şirin, xoş arzu ilə yaşayır, ürəyində ümid şamı yandırırdı. Labanın 2 qızı var idi, Liya və Rahil. Liya yaşca Rahilədən böyük idi, lakin gözəllikdə, boybuxunda, yaraşıqda ona çatmırdı. O tayfanın adətinə görə kiçik qızı böyük qızdan qabaq ərə vermirdilər. Amma Laban Yaqubun Rahilə ürəkdən vurulduğunu görüb, onun arzusunu gözündə qoymaq istəmədi. O qərara gəldi ki, hər 2 qızını Yaquba versin. Yaqub hər cəhətdən qabiliyyətli, layiqli oğlan idi. Onların adətində bu cür evlənmə qadağan deyildi. İllər ötdü, Yaqubun xidmət müddəti qutardı, sevgilisinə qovuşma zamanı yetişdi. Yaqub Labandan xahiş elədi ki, onun arzusunu yerinə yetirsin.
sevgilisi ilə həyat qurmasına icazə versin. Laban dedi, əziz evladım, mənim atalıq hisslərim və adət-ənənəmiz icazə vermir ki, kiçik qızı böyük qızdan qabaq ər evinə tapşıram. Liya mənim böyük qızımdır. O gözəllikdə Rahilə çatmasa da, ağılda, fərasətdə ondan əskik deyil. Yaxşısı budur ki, etdiyin xidmətin əvəzində onu sənə verəm. Əgər Rahili də istəsən, gərək yenə 7 il mənə xidmət eləyəsən. Peyğəmbər evladı olan Yaqub alicənab idi. Buna görə də dayısının xahişindən boyun qaçıra bilmədi. Axı dayısı onun üçün bu qədər yaxşılıq, xeyirxahlıq eləmişdi. Yaqub dayısının təklifini qəbul edib Liya ilə evləndi. 7 illik xidmətindən sonra o, Rahillə də evlənib, öz arzusuna çatdı. Laban, qızlarının hər birinə onların ev işlərini görmək üçün bir kəniz bağışladı. Bacılar Yaqubu çox istədiyindən kənizləri ona bağışladılar. Yaqubun Liyadan, Rahildən və o 2 kənizdən 12 oğlu oldu. Dini kitablarda onları Əsbat adlandırdılar.